Salam dəyərli şagirdlər, ümid edirəm ki, hər biriniz yaxşısınız. Neçə vaxtdır bu videonu mən təxirə salıram. Amma ki, artıq dedim ki, tam vaxtıdır. İndi bu dəqiqədə saat bu dəqiqə 11-ə qalıb 15 dəqiqə və indi bu dəqiqə sürət qrupum qurtardı və dedim, yox, bugün bu videonu paylaşacağım. Çünki həqiqətən də şagirdlərin motivasiyaya, nələri necə etməlidir deyə bu haqda düzgün yanaşmaya ehtiyacı var. Yorğun olduğuma görə çox üzr istəyirəm. Video editləməyə heç vaxtım yoxdur. İnanın, bu axırıncı video paylaşmışdım ha. Deməli, onda 25 dəqiqəlik videodur. Səsim də batır, üzürlü sayın. 35 dəqiqəlik videoydu da o. Yəni görün nə qədər yorulmuşamsa, səhv-sühv danışırdım, sözləri qarışdırırdım. İndi heç editləməyəcəm də videonu, elə olduğu kimi də paylaşacağam. Ona görə yorğunluğuma verin, yəni ediləcək səhvləri də görməzdən gələrsiniz. Deməli, imtahana çox az vaxtımız qalıb. Ümumiyyətlə, şagirdlərdə başda mən olmaqla həqiqətən çox gərginləşmişik. Yəni, mən normaldır, çünki məndə yüzlərlə şagirdin məsuliyyəti var. O bir yana valideynlər də həmçinin narahatdır, onu da çox gözəl şəkildə sağ olsunlar bildirirlər, yəni hiss elətdirirlər. Halbuki, yəni, belə bir şey deyim də sizə. Həyəcanlanmaq ümumiyyətlə həmişə demişəm ki, ekstra, ultra, mega çox normal bir şeydir. Bunu xahiş edirəm, birinci qəbullanın. İkinci də həyəcanınızın olmaması anormal bir şeydir. Bax, başladım fərqli səs tonlarımı dəyişməyə. Nəysə, demək istədiyim nədir? Ümumiyyətlə, bu imtahan temasını qoyun kənara. Olacaq bir dənə normal sınaq imtahanı deyil. Bunu verəcəksiniz, gedəcək. Yaxşı, siz nəyi fikirləşin? Siz fikirləşin ki, bu imtahana kimi həyəcanlanmaq yerinə, onu deyim. Mənim boşluqlarım nələrdədir? Mən, misal üçün, ingilis dilindən, düzdür, ingilis dilindən nələrdə boşluqlarım var? Mən, misal üçün, tutaq ki, prepositionda boşluqlarım var. Ged onu təkrarla. Dinləmədə boşluqlarım var. Get çoxlu dinləmə işlə. Bir də nə var? Əksər şagirdlərdə o var. Ümumiyyətlə, insan psixologiyasında o var. Bir şey etmək, yəni onun üzərində inkişaf etdirmək yerinə oturub dərd çəkməyə o qədər gözəl vaxt ayırırsınız ki. Amma siz özünüzü məcbur eləsəz ki, mən dinləmədə boşluğum var, amma son bu bir həftə, indi 2 həftə də qalmayıb da, son bir həftədə mən bunu düzəldə bilərəm. İnanın ki, özünüzə inansanız, özünüzdə inanılmaz dərəcədə dəyişikliklər də görəcəksiniz. Əsas məsələ, gözlər necə axırı yorğunluqdan. Yəni əsas məsələ özünüzə güvəniniz artacaq. Ən azından bilsiz nə olacaq? İmtahan verəcəksiniz, düzdür? Deyəcəksən ki, əlimdən gələni elədim. Deməyin sonra ki, ayda müəllimə kaş falan şey eləyərdim. Bilirəm, yəni elə adi şagirdim olmayıb da, burada öz dərdini bölüşən şagirdlər var. Deyəcək ki, falan şey eləyərdim. Falan mövzunu oxuyardım. Bu təkcə ingilis dilinə aid deyil. Azərbaycan dilində də ola bilər bu mövzuda olan boşluqlar, riyaziyyatda ola bilər bu mövzuda olan boşluqlar. Yaxşı, bəlkə də riyaziyyatdan çox da deməzdim, yəni bir həftə ərzində o qabda olmalıdır, çünki bir dəyişiklik olsun. Amma ingilis dilində bu bəlkə də mümkündür. Yəni elə qrammatik mövzu ola bilər ki, sən onu bilməyəsən. Halbuki maşallah bütün YouTube-da izahlarım var da, yəni bütün mövzuların demək olar ki, izahları var. Amma ən azından yəni sən onu təkrar məqsədi ilə baxsan və yaxud da ona aid test işləsən, lap essedə olsun yalnızca boşluqların, düzdür. Hər gün azı 5 dənə esse yazsan, deməli sən imtahana hazırsan deməkdir. Ən əsası rahatlaşmayın. Bu mövzunu bilirəm, və yaxud da filan mövzu düşməz. Hardan bilsən düşməyəcək? Mələkə xala ilə tanışdığım var və yaxud da belə deyim, Dövlət İmtahan Mərkəzindən tanışdığım var. Halbuki oranın müəllimlərinin özünün belə elə bir icazəsi yoxdur ki, sənin imtahanlarda xəbərin olsun ki, nə düşsün, nə yox. Nəsə, çox o məsələlərə girişməyək. Yəni, demək istədiyim odur ki, sən real bir şeylərlə, necə deyim, biraz realist ol da, real şeylərdən nəticə çıxart. Ay belə olar, ay elə olar. O yalnızca boş-boş tantanadır, boş-boş söhbətdir. Sən əsas məqsədini, hədəfini, nəyi fokuslanmısansa, ona doğru da addımlamağa fokuslan.
Nəysə, güya indi mən elmi bir cümlə qurdum. Yəni dedim də sizə, yəni qınamayın mənim bu danışıq tərzimi. Həqiqətən gözlərim axır. Amma o qədər özümü narahat hiss edirəm ki, mən keçən illərdə daha aktiv olmağa çalışırdım. Bu il qata-qat çox yüklənmişəm deyə. Yəni YouTube-da aktiv ola bilmirəm də, amma bacardığım qədər editləməsəm də bu formada aktiv olmağa çalışacağam. Bir də sizə sözüm olsun, özüm deyirəm ki, onu yerinə yetirəm. Model testlərinin də izahını çəkəcəm. Modal verbs-in də izahı var. Editləməyə vaxtım yoxdur. Onu da editləyib paylaşacağam. Nəsə araya reklamlar girdi. Bu arada 9-cu sinif sürət qrupumda qeydiyyat başlayıb. Onunla da maraqlansanız əlaqə nömrəmə yazarsınız. Onu da nə bilim taparsınız da YouTube-da nömrəm hər yerdə var. Nəysə, bu getdi bu yana. Bunlar həll olan şeylərdir. Əsas məsələ, bax, adi öz valideynləriniz cəhətdən. Valideynləriniz də ən az sizin qədər həyəcanlıdır da. Çox da hər insanın dediyi sözə takmayın artıq bu, belə deyim də, son zamanlarda. Sən öz hədəfini bilirsən, öz məqsədini bilirsən, ona doğru da addımlayacaqsan və yaxşı da olacaq. Mən indiyə kimi görməmişəm ki, bir şagird, özüm çünki gördüm də, yəni o qədər əziyyət çəkəsən, yəni 100% olmasa da bir 90% əziyyətin qarşılığını görəcəksən də. Yəni sən nə qədər oxumusansa, o qədər də nəticəsini görəcəksən. Yaxşı, sən bu bir həftəyə savadsız da olmayacaqsan, hamısı yaddan da çıxmayacaq. Bir həftəyə dünya belə dağıldacaq dərəcədə dəyişikliklər də olmayacaq. Amma kiçik bir addımlarla, bir 5-dirsə 15-ini eləyə bilərsən də, biraz da qoya bilərsən. 5 bal qaldıracaqsansa 15 bal qaldırmış olacaqsan. Yəni bunu özündə gör. Yəni xahiş edirəm, o şuur altınız o qədər tənbəl bir şeydir, o qədər fəsaddır. Yəni həqiqətən özümdən də bilirəm ki, şuur altının insanı pis qoyduğu hal qədər heç bir halda heç bir insan onu eləyə bilməz. Yalnız insan özü özünə eləyə bilər də fikirləri, düşüncələri sayəsində. Mən başa düşdüm də müəlliməyəm, hər şeyinizi, hər halınızı fikirləşirəm. Amma nə olar ki, yaxşı fikirləşsəz? Yəni sizin pis düşünməyiniz, sizi pis bir düşünməz, özünüzə güvənməməyiniz yalnız da sizi özünüzə geri atacaq. Nəyə harda qoydum, nəyə danışdım, nəsə yola verin, getsin. Ən azından içimdəki o, başa düşürsünüz də, yəni fikri sizə çatdırmağa çalışıram ki, az vaxt qalıb, əsas məsələ, vaxtınızı həbaya verməyin, elə belə günü günə satmayın. Az vaxtınız qalıb, xahiş edirəm, ayılın yəni, az vaxtınız qalıb. Demirəm, bütün gün gecə gündüz dərs oxuyun. Xeyr, elə olmaq da anormallıqdır. Bax, xüsusilə, xahiş edirəm sizdən. Yalvarıram, xüsusilə də öz şagirdlərimə də deyəcəm bunu. Əyani də deyəcəm. Xahiş edirəm, yatmağa, yuxu rejiminə çox fikir verin. O qədər şagirdlər olur ki, imtahanda bəlkə də 300 ballıqdır, gedir yuxusuzluqdan, həyəcandan, gedir o, nə bilim, riyaziyyatdan, ya Azərbaycan dilindən, ya ingilis dilindən bir səhvdən qaçırır. Lap bir səhv olmasın. Ümumiyyətlə 270 plusla 300 bal demək olar ki, eyni potensiallı, eyni savadda olan şagirdlərdir. İmtahan sənin nəyini ölçür? Sənin nə dərəcədə soyuqqanlı olub bütün sualları düzgün cavablandırmağını ölçür. Yəni soyuqqanlı olmalısan, hər şeyə həyəcanlanmamalısan, öz stresini idarə etməyə bacarmalısan. Ay həyəcanlandın, üstünə də get, özünü şeyləməyə. Biraz da özünü toxta. Dərin nəfəs al. Dərin nəfəs al. Başla. Desən, yaxşı, normaldır. Davam elə keçəcək. O əl əsməkdir. Ay nə bilim nədir. O hamımızda olan bir şeydir. Və yaxud da nə bilim, həyəcan, ürəyin döyüntüsünün çox olmasıdır. Bunlar hamısı normal bir şeydirlər. Əsas məsələ, sən nə istədiyini bilirsən. Yəni, ola bilər 5-10 dəqiqəlik həyəcanlana bilərsən. Amma ki, bu, sən özün nəzərə al ki, 3 saatlıq, üzüldü sayın, saçma, ay Allah. 3 saatlıq imtahanda artıq biz qaldıq da kənarda, valideynlərimiz qaldı bir kənarda, biz qaldıq bir kənarda. Yəni, orada kitabça ilə siz olacaqsınız. Bir anlıq onu təsvir edin ki, mən neyniyəcəm? Ya da misal üçün köçürən şagirdlər də özünü göstərəcək də, köçürüblər. İndi imtahanda 300-ü ortaya çıxacaq. Elə olmanızı istəmirəm. Yaxşımı? Hələlik ki, bu qədər söz ehtiyatım tükəndi. Yəni, fikrimi toparlaya bilmirəm, gözlərim gedir. Gedim uşaqların tapşırıqlarını yazım. Yenə də editləməmiş belə bir videoların davamı gələcək. Mütləq şəkildə özümüzə gəlirik, özümüzü toparlayırıq. Az vaxtımıza qalıb, bir həftə vaxtımız qalıb da, bir həftə bir gün. Bu bir həftə bir gündə həqiqətən də özünüzdə dəyişiklik edə bilərsiniz, yaxşı mənada.
necə deyim, pis vərdişləriniz mi var? Yəni nə mənada? Telefona bağımlılığımın nəsə də telefona bağımlılığınız mı var? Nəsə dilim çaşdı. Və yaxud da nəsə əlavə, nə bilim, blok hazırlıqları ola bilər, düzdür. Blok hazırlıqlarını deməzdim dayandırın, amma ən azından sadəcə dərsində iştirak eləyin. Əsas fokusu verin buraxılışa. Yaxşı, demirəm buraxın, amma ki, biraz heç olmaya ev tapşırıqlarında daha çox gücü verin nəyə? Hansı fəndən, xüsusilə də hansı fəndən çətinliyiniz var ona. Yaxşı, belə sizi qucaqlayıram çoxlu, istəmirəm çox uzadım danışım. Yenə çoxlu üzrlər istəyirəm. Artıq nəsə editləmədiyimə görə dilim də falan da çaşdı. Eybi yoxdur. Heç belə təbii formada görməmişdiniz məni. İndi dincəlmək vaxtıdır. Mən də səhərdən dərsdəyəm, dincəlməliyəm. Sizə də bu vaxtdan sonra, yəni də 12-1-dən sonra gec yatmırsınız, səhər tez dursanız nə gözəl. Amma ki, yuxu rejiminizə xahiş edirəm, xüsusilə diqqət eləyirsiniz. Bir də aləm bir-birinə qatıb, bunu da deyirəm, gedirəm. Aləm bir-birinə qatıb naundan başlamış tutaq ki də, birinci səmtü mövzanı bir günə təkrar eləməyin. Misal üçün, bir günə naunu təkrarla, artiklı təkrarla, kvant farsi təkrarla, lap prananı, təkrarla. 4 mövzu. 4 mövzu, 5 mövzu. 5 mövzudan artıq təkrarlama. Günə 5 dinləmə, 5 mətin. Bu artıq vərdiş halına onsuz ki almalıdır. Və esse yazmağı da mütləq şəkildə artırmalısınız. Yeni bir şeylə öyrənməyə cəhd eləməyin və öyrəndiyiniz bir şeyləri, yəni də əvvəlki öyrəndiklərinizi daha da yaxşı təkrar eləməyinizdə fayda var. Bundan sonra da hansı hissələri təkrar eləməlisiniz, nə tipdə düşə bilər? O təbim də gələndə bu haqda belə spontan video paylaşacağam. İzləmədə qalın. Hər birinizə uğurlar arzulayıram. İnşallah nə mənim əziyyətim yerdə qalacaq. İnanıram ki, sizin də əziyyətiniz yerdə qalmayacaq. Əsas məsələ özünüzə güvənin. Özünüzə güvənin, soyuqqanlı olun, stresinizi idarə eləyin. Hər şey çox yaxşı olacaq. Sağ olun, hələlik.